çox təəssüf ki, bir müddət öncə, yəni 5-10 dəqiqə bundan öncə Azərisığın, belə deyək, yaratmaz işinin fəaliyyətinin nəticəsində bizim ofisə, bizim binaya verilən elektrik enerjisinin kəsilməsi ucbatından bizim efirimiz yarımçıq dayandı və bizim qonağımız da hərbi ekspert Ədalət Verdiyevdir. Biz ölkə gündəmini, eyni zamanda dünyada baş verən prosesləri müzakirə edirdik. Çox təəssüf ki, elektrik enerjisinin kəsilməsi ucbatından verilişimiz də yarımçıq dayandı və müsbət tərəfi odur ki, tamaşaçılar, bizim sadiq tamaşaçılar hələ də gözləyirdi bizim efirin davamını və çox təəssüf ki, qonağımız bizim efirimizi tərk etdi. Bizimlə birbaşa bağlantıda qonağımız hərbi ekspert Ədalət Verdiyev efiri tərk elədi və mən bir şey qeyd edim ki, dəyərli izləyicilər, ümumiyyətlə canlı yayımın, televiziyada canlı yayımın ən vacib şərti fasiləsiz texniki təminatdır. Yəni, belə bir vaxtda elektrik enerjisinin kəsilməsi təkcə texniki problem deyil, həm də cəmiyyətin məlumat almaq hüququna təsir edən bir hadisədir. Əgər Azərisıq bu bölgədə, bu rayonda işığı kəsirsə, yəni işığın kəsilməsi əvvəlcədən planlaşdırılmışdısa, bununla bağlı ictimaiyyətə və yaxud da aidiyyəti qurumlara vaxtında xəbərdarlıq edilməli idi ki, biz də işimizi ona görə quraq. Əgər qəza baş veribsə, səbəblər operativ şəkildə açıqlanmalıdır, aradan qaldırılmalıdır və bunun üçün görülən tədbirlər barədə ictimaiyyətə məlumat verilməlidir, ictimaiyyət məlumatlandırmalıdır və biz Azərisığın qaynar xəttinə zəng vururuq, qaynar xəttinə. Biz düşə bilmirik. Qaynar xəttdən cavab verən yoxdur. Yəni, çox yaratmaz bir fəaliyyətdə ən azından qaynar xəttək qarşıdakı kimsə telefonu qaldırıb məlumat verməlidir ki, bəlkə burada başqa bir hadisə var. Bəlkə daha ciddi bir hadisə var. Bir insan həyatı təhlükədədir. Yəni, ictimaiyyət haqlı olaraq, yəni biz TNS, Media TNS televiziya haqlı olaraq sual verir ki, niyə belə hadisələr əvvəlcədən xəbərdarlıq olunmur, xəbər verilmir. Elektrik təchizatına cavabdeh qurum Azərisıq şəffaf, belə deyək də, izahat vermədikdə müxtəlif ehtimallar və şübhələr yaranır. Yəni, bu isə dövlət qurumuna, dövlət qurumlarına olan etimadı, etibarı zədələyir. Yəni, canlı yayım zamanı elektrik enerjisinin kəsilməsi adi texniki nasazlıq kimi təqdim oluna bilməz. Yəni, belə hallar baş verdikdə cəmiyyət dərhal, yəni ictimaiyyət dərhal aydın və əsaslandırılmış izahat gözləyirik. Biz də izahat gözləyirik Azərisıqdan. Hələ də cavab verən yoxdur. Nə mətbuat xidmətinin rəhbərini tapa bilirik, nə qaynar xəttdən bir cavab var. Yəni, biz izahat gözləyirik. Elektrik təchizatına cavabdeh qurum Azərisıq unutmamalıdır ki, onların fəaliyyəti, yəni 5 dəqiqə, bəlkə də bir dəqiqəlik işığın olmaması, işığın kəsilməsi milyonlarla insanın gündəlik həyatına təsir göstərə bilər və eyni zamanda biz də bir media qurumu olaraq, media qrupu olaraq insanlara xəbər çatdırırıq və bu elektrik enerjisinin kəsilməsi informasiya əldə etmə imkanına da təsir göstərir insanların, ictimaiyyətin. Xüsusilə də ictimai maraq doğuran hadisələr zamanı baş verən bu cür fasilələr vaxtında və şəffaf məlumat verilməməsi ciddi Azərisıqda, qurumda ciddi idarəetmə probleminin olduğunu göstərir, belə bir təsir bağışlayır. Çox təəssüf ki, hələ də biz aidiyyəti qurumdan, Azərisıqdan, nə mətbuat xidmətindən, nə də ki, qaynar xəttindən heç bir cavab ala bilməmişik. Baxmayaraq ki, işıq yarım saata yaxın elektrik enerjisi kəsildi və çox təəssüf ki, bizim verişimiz yarımçıq qaldı. Biz hələ də Azərisıqdan cavab gözləyirik. Yaratmaz fəaliyyəti ilə bağlı bir aydınlıq gətirilməsi istəyirik məsələyə. Yəni, cəmiyyət bu suallara aydın cavab almağa layiqdir. Biz Azərisıqdan cavab gözləyirik.